Bizim öz təcrübəmizdən bölüşə bilərəm ki, biz misal üçün bundan əvvəl onlayn formatda tədbirlər təşkil etmirdik. Onlayn görüşlərin faizi çox az idi, 5-10% idi. Amma bizim pandemiya başlayan gündən hər gün 3 Zoom tədbirləri olurdu. Hökumət nümayəndələrindən, ya Nazirlər Komitəsinin nümayəndələri, fərqli nazirliklər, elə asan xidmətin rəhbərliyindən və orada biz çalışırdıq bu Zoom görüşlər zamanı maksimal qısa müddətə sahibkarların sualları cavablandırılsın, problemləri həll olunsun. Çünki biz karantin rejimində tək Azərbaycan yox, ümumiyyətlə dünyada belə bir praktika olmamışdı ki, karantin rejimində hansı addımlar atmalıdır? Nəqliyyat fəaliyyətini davam etməli idi ki, bir Azərbaycana məhsullar gəlirdi. Digər sahələr fəaliyyət göstərməli idi. Adi bizim fabrikalar, zavodlar öz fəaliyyətini davam etmək üçün müzakirələr gedirdi. Hansı qanun, hansı qaydalar çərçivəsində bu fəaliyyət davam edəcək və çox uğurla qeyd edə bilərəm ki, yəni ki, sahibkarlar təşkilatları, tək biz yox, digərləri də, ümumiyyətlə biznes bu formata çox belə qısa müddətə keçə bildi.